Selamünaleyküm değerli Hak Sesi TV1 izleyicilerimiz. Hoş gördük. Bugünlerim Bərdə rayon Yenidaş kəndinə gəlmişik. Şəhidimizin kök mənasimidir. Şəhidlərimizdən biriydi. Allah Cənab Prezidentin sağ eləsin ki, onun yeritdiği siyasətdə bu şəhid ailələri diqqətlə bir qolu bu siyasətdə. Və onun şəhidimiz barədə istəyərdim ki, qardaşı daha ətraflı sizi məlumat alır. Mən də itkin şəhid Rəşadət Piriyev, Əli oğlunun qardaşı Şahsıvar Piriyev. Qardaşım bu kəndimizdə, Bərdə rayonu Yenidaş kəndində anadan olmuşdu və Azərbaycanımıza elə bil ilk çağırışçılarındandır. Yəni ondan qabaq, bəli də, indi əsgərlərimiz Rusiya dövlətində hərbi xidmətini başa vururdu. Bunlar Azərbaycanımızın ilk çağırışçıları, ilk əsgərlərindən oldu. İlk döyüşünü də Laçından başladı, sonra Ağdamda yaralandı, bir neçə qəlpəsi var idi. O qəlpələr tamamilə çıxmamış, yenə döyüşə getdi. Döyüşdə Kəlbəcərin birinci alınmasında da, sonra Kəlbəcərin ikinci işğalında da böyük şücaətləri oldu. Və ən son döyüşləri də Kəlbəcər rayonunda Qızılqaya, ikinci Kəlbəcər əməliyyatında, Qızılqaya əməliyyatında ön postda oldular 23 nəfər. Və elə son şəhid olduğu yerdə Qızılqaya ərazisi oldu. Allah dövlətimizi var eləsin, Allah prezidentimizi qorusun. Allah bu işdə əməyi olan dövlət komissiyamız, Rizvan Qasımov vurubdu, döyüşçüdür. Qardaşımın da hərbi hissədə komandiri olmuşdu. Onların çox böyük şücaəti oldu. Bunların itkinlərin axtarılmasında, tapılmasında. Ən birincisi bu işdə Allahımıza şükür eləyirik ki, bütün işlərin səbəbkarı Allahımızdır. Yerdə prezidentimiz, sonra da bütün əziyyəti olan insanlar, hamısına minnətdarlığımızı bildiririk ki, bugünkü gün qardaşımın 40 mərasimidir. Düzdür, bu günə qədər Allah ölənlərə rəhmət eləsin, valideynlərimizin heç hansı bu günü görmədi, çox arzulayırdılar. Qismət olmadı, bizim üçün də təsəllidir ki, ən azı onların ruhları qovuşdu. Bir də zəhmət olmasa, valideynlərin adını adlandırın. Sonra böyük qardaşdan bilir. Atam Piriyev Əli Əbiloğlu 92-ci ildə, qardaşım itkin düşməmişdən 2 il qabaq dünyasını dəyişdi. Anam Piriyeva Sədət Kərim qızı 97-ci ildə dünyasını dəyişdi. Qardaşım itkin düşəndən sonra 3 il yaşadı. Qardaşımın adı Piriyev Şahmurad Əloğlu. Şahmuraddan sonraki qardaşım Piriyev Şahvələt Əloğlu. Ondan sonra mən 5 qardaşın ortancılıyam. Piriyev Şahsıvar Əloğlu və məndən bir sonraki qardaşım Piriyev Rəşid Əloğlu və ən son beşiyimiz şəhidimiz, itkin şəhidimiz Piriyev Rəşadət Əloğlu. Allah hər bu evdən keçənlərin hər birisi rəhmət eləsin. Məkanları cənnət olsun. Düzdür, şəhidlərimiz bu günlərin hər birisi başını qalır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in dövründən bunlar hər bir şəhidimiz onları deyib ki, onlar şəhidlərimizin öndəri. Və bu günlərində Allah Taala'nın şükür məsələsindən mən həmişə deyirəm ki, elə bil ki, bu qalib bir Azərbaycan xalqının bu müharibədə o demişəm başkanı bizim uca Rəbbimiz Allah Taala. Onun yol göstərməsi, bizə dəstək olması Allah Taala'dan çox asılı idi. Və bu günlərimi onları eylədi. O cümlədən bu günlərim Cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin evladıdır. Heydər Əliyev dünya siyasətçiləri arasında da dəyərli bir şəxsiyyət idi. Onun bizə qoyuşduğu mirası Cənab İlham Əliyevdir. O layiqincə yerinə yetirir. Hətta deyir ki, mən çox şadam ki, atamın vəsiyyətini yerinə yetirir. Allah razı olsun dəyərli izləyicilərimiz. Günlərim Hak Sesi TV1 rəhbəri Elxan Cəfərov olaraq burada yekunlaşdırırıq.